Demişəm, deyəcəyəm də, mən Azərbaycanlıyam, mən Arzuyam, mən Lətafətəm, mən Hacı xanım, Durna xanımın tələbəsiyəm, özüm buğa bürcüyəm, mənim heç nəyə ehtiyacım yoxdur, mənim yeməyim də var, içməyim də var, qəndim də var, konfetim də var, bir daha bayramınız mübarək olsun, mənim zabratımın dəyərli anaları, bacıları var, mən onlara qurban olum, Allah var etsin, bir dənə bunu dinlən, sözümü tamamlayıram. Hər kəsin işinə mən yarayıram, hər kəsin işinə mən qaçıram, amma mən bir kəs işimə qaçmır. Allah'a and verirəm İzzət-i Cəlalına, Əlinin əlini Peyğəmbər əleyhissalam qaldırdı ki, mən Əlidənəm, Əlini sevən məni sevir və Əhl-i Beyti tapşırdı getdi. Allah bu günü Qədirxan bayramını hamımıza mübarək eləsin, amma onu bir dən bilin ki, mənim sındırdığın qəlbin hakimi Rəbbim Allahdır. Allah hər kəsənin qəlbinə görə versin. Mənim qəlbim sındı həmin Cümə məscidində. Cümə məscidinin axundu Allah canını sağ eləsin. Bir dənə o məscidə bəzilərini daxil eləyəndə onları avtoqrafını öyrənginən ki, onların əvvəli kim olub, indi durub məsciddə onun üstündə böyülük eləyirlər. Bir hər kəsən özünə bir keçmişinə baxsın, sonra gəlib məsciddə ayaqqabı cütləsin.